Əmin ol ki, mənə də şey 5000 maaşla nə bilim imama şey hansısa bir mədrəsəyə şey rəhbər götürər, mən bizim pullar nə olacaq o sayətdə? Bəs 5000 verəndə olmusunuz yanında? Kimin yanında 5000 verəndə? Deyirsiniz 5000 versələr belə yanında. Söhbət kimdən gedir, ad demədik. İş orasında da ad demədiyim bir insana necə bilə bilərsiniz ki 5000 verilib? Mən demədim ona 5000 verilib. Deyirəm mənə 5000 versələr ki, get burada nə bilim imamlıq elə, mən gedib işləyərəm də. Bildim də indi. Deməli, yəni pula görə eləyərsiniz. Məsələ pula görə deyil axı. Amma Elə məsələ bilirsən ki, əziz qardaşım. puldan get daxil. Bəs özünüz açdınız da pul temasını. Ay mənim eşi bənzəri olmayan gözəl xalqım. Bu məqsəd bağırlı, məqsədi bilinməyən çevik. Bu yenə dili çaşıb, başlayıb pula görə molla olaram deyir. Bu cemaat da deyir ki, sən harasa işləyirsən, qiymətini də özün dedin. Qaldı ki, bunun o absurd fikirləri öz əzbərlədiyi elmdə də düzgün danışmır. Baxın. DNA tradiksiyonu. Biyologiyada DNA tradiksiyonu deyilən bir termin yoxdur. Səhv deyir, yalan deyir. Bölünmələr təməldə mioz, amitoz və ya Bölünmələr təməldə meyoz və amitoz üzərindən getmir. Prokaryot hüceyrələrdə sadə bölünmələr və mitoz bölünmələr üzərindən gedir. Meyoz sonradan çıxan cins hüceyrələrin bölünmə formasıdır. Amitoz da qoca və xəstə hüceyrələrin sadə şəkildə rast yerə bölünməsidir. Təməl hüceyrə bölünməsi deyil. İkincisi. fərqli istiqamətdə gedə bilər. Amma bu davamlı seleksiyaya məruz qaldıqca və ATF sintezinin ortaya çıxartdığı avantajlar çoxaldıqca variasyonlar da çoxalır. Seleksiya var, variasiya ortaya çıxartmır. ATF sintezi variasiya ortaya çıxartmır. Adenozin trifosfat hüceyrənin bölməsində enerji və hüceyrəni təmin edir. Variasiyanı fərz olunan təkamül fərziyəsinə görə, nəzəriyyəsinə görə DNA'nın replikasiyası zamanı mutasiya var ortaya çıxardır. Bu da indiyə qədər süni və təbii şəkillərlə müşahidə olunmayıb. Tam bir orqan mutasiya var nəticəsində ortaya çıxsın. Ən azından öz fərziyə olan fərziyyəvi düzgün ifadə edər. Üçüncü, dördüncü səhv. Çeşidlənir. Və çeşidlənmənin içində mitokondrial mexanizmanın oturması tamamen biyoloji adaptasiyadır. Çeşidlənmənin içərisində mitokondrial mexanizmanın oturması adaptasiya deyil. Eukaryot hüceyrələrdə mitokondrinin oturması endosimbiyotik bir hadisə üzərindən izah olunmağa çalışır. İzah edə bilmirlər, amma ən azından fərziyyə kimi ifadə edirlər. Bax, bir fikrində 5 dənə səhv elədi. Yəni mən sizə indi bax, təbiətdə və varlıqda hər şey unikaldır. Atomlardan zərrəciklərə qədər hər şey təkdir və heç nədə bir-birinə bənzərliyi yoxdur. Hətta əkizlərdə belə barmaq izləri fərqlidir. Və eyni cür maşınlarda belə eyni rəngdə dərindən girəndə fərqliliklər çoxdur. Yəni dünyada heç bir şey bir-birinə bənzəmir. Hər birimiz bir adəmik. Düşüncələrimiz, göz rənglərimiz, barmaq izlərimiz, atomlarımız, genetik kodlarımız hamısı fərqlidir. Və bu da o deməkdir ki, hər şeydə tək olan Allahın izzət və qüvvəti var. Və biraz da fizikada incə struktur sabitindən danışmaq istəyirəm. 1-in 137-yə. Bu nə deməkdir? Bütün maddələri, zərrəcikləri nə ilə ölçsən ölç, 1 drop 137. 1-in 137-yə. Riyaziyyatda da qanunlar eynidir, fizikada da, kimyada da. Paul Dirac bu elmi araşdırmanı ortaya qoyduqdan sonra iman gətirmişdi. Yəni bu sayı nə deməkdir? Sabitlik deməkdir. Əgər bu 137 deyil, 136 olsaydı və yaxud da 140 olsaydı, Günəş fotonlar istehsal edə bilməzdi. Kainat olmazdı. Yaşam olmazdı. Canlı hüceyrələr olmazdı. Hər şeydə incə struktur sabiti ilə bərabər ölçüdədir. Bu nə deməkdir bəs? Bu məntiqi sizlə bir yerdə çözəcəm. 1, yəni tək olan Allah. Drop, yəni bir Adəm. Hər birimiz birdir, təkdir. Hər şeydə, makro dünyada hər şey təkdir. Bənzəri yoxdur deməkdir. 3,
Hər şey 3 rəqəmindən ibarətdir. Uşaq ana bətnində 3 mərhələdən keçir. Döl, rüşeym və uşaq halına gəlib dünyaya gəlir. Və dünyada ikən də 3 mərhələdən keçir. Uşaqlıq, yeniyetməlik və yaşlılıq. Və indi biz 2-ci mərhələdəyik. Bu həyatın 3-cü mərhələsi də var. Ölüm həyatı, ölüm, bərzaq və qiyamət, cənnət və cəhənnəm. Və eyni zamanda axırıncı 7 rəqəmi yerin altı 7, göyün üstü 7. 7 mələk var. 7 önəmli dini ayinlər var. Və 7 mələkləri simvolizə edir. Əgər bu incə struktur sabitini biz sözə bilib Allahı tapırıqsa, hər şeydə Allahın varlığı görsənən və bilinəndir. Kimlərsə görmürsə, onlar şeytana tabi olmuş, həyatını, yaşamını, ailəsini pula satmış adamlardır. Pulu, varı, ahirətini dünyaya satmış adamlardır. Biz öləcəyik. Biz bu dünyada 2-ci mərhələdəyik. 3-cü mərhələyə keçəcəyik. Bərzaq aləmi, cənnət və cəhənnəm. Biz necə ki uşaq ana bətnində bəslənir dünyaya gəlmək üçün, biz də bu dünyada yaşayırıq ki axirətə köçmək üçün. Uşaq ana bətnində bir çox şeyləri bilsəydi, əlinin niyə olduğunu, ayağının niyə olduğunu, ona bir kardonla yemək gəlir. Başqa şey bilmir. Ağzı var, yemir. Gözü var, görmür, qaranlıqdır. Və dünyaya gələndən sonra deyir ki, nə yaxşı əlim var idi, ayağım var idi. Və eləcə də dünyadaykən bizim bəzi hisslərimiz var. Rahatlığı sevmək. Amma rahatlıq dünyada deyil. Fihi rahata dünya və fil axirə. Rahatlıq dünyada deyil, axirətdədir. Deməli, bir yer var ki, orada biz rahat olacağıq. Biz uçmaq istəyir. Samolyotlar düzəldirlər, təyyarələr düzəldirlər, dronlar düzəldirlər. Biz uçmaq istəyirik. Deməli, elə bir yer var ki, biz orada onurğamız ağrımayacaq. Yer çəkimi olmayacaq. Biz orada rahatlıqla uçacağıq. Çünki bu xislətən bizdə var bu his. Biz yerə aid deyilik. Biz başqa yerdən gəlmişik, qovulmuşuq. Gözəl bir yerdən qovulmuşuq. Dünyada fikir versək, bizim kimi şüurlu məxluq yoxdur. Analiz eləyən hamısı bütün kainatda olan heyvanat hər şeydən razıdır. Şikayətçi deyil. Bizə görə şikayət edirlər. Biz incitdiyimizə görə şikayət edirlər. Amma özlərinə bıraxsa hər şey sabitdir. Narahatçılığı yoxdur. Biz özümüzdən də narahatçıyıq, onlara da narahatçılıq veririk. Yəni bəzilərimiz. Bizim yerimiz axirətdir və yerimizə qayıdacağıq. Allahın salamı, xeyir bərəkət olsun hər birinizə.